Qış aylarında soyuq və quru hava, istiliklərlə qızdırılan qapalı mühit dəriyə öz təsirini göstərir. Dəri bizi xarici faktordan qoruyan əsas bir orqandır. Qış aylarında dəri quruluğu hər kəs üçün üzləşdiyi bir problem ola bilər. Bəs dəri sağlamlığı üçün biz nə etməliyik? İlkin olaraq dəri təmizliyində isti suyu ilıq su ilə əvəz edəcəyik. Çünki isti su dəridə olan lipid qatına mənfi təsir göstərir. İkincisi, nəmləndirici kremlərimizin əskik olmaması lazım. Gündüz və axşam saatlarında, gecə saatlarında nizamlı olaraq nəmləndirici kremlərdən istifadə edəcəksiniz. Üçüncüsü, havanın günəşli və ya buludlu olmasından asılı olmayaraq SPF-lərdən istifadə edəcəksiniz. Bununla bərabər dərinizin qorunmaqlı və yaşlanma əlamətlərinin də qarşısını alacaqsınız. Və siz doktor əlavə olaraq nə məsləhət görərsiniz? Biz dəri quruluğunda peptidlərlə, vitaminlərlə və gialuron turşusu ilə zəngin olan mezokokteyllər istifadə edirik. Bir prosedur belə faydalı ola bilər. Dərinin vəziyyətindən asılı olaraq bir neçə seansda tətbiq edirik. Dərinizin gözəlliyini və sağlamlığınızı Kani Dəri Klinikasına etibar ediniz.